Şimali Koreya müasir beynəlxalq sistemdə ən qapalı, ən az məlumat əldə edilə bilən və ən sərt idarə olunan dövlətlərdən biri kimi xarakterizə olunur. Bu ölkədə informasiya axını, iqtisadi fəaliyyət və sosial münasibətlər tam şəkildə mərkəzləşdirilmiş dövlət nəzarəti altındadır. Fərdi azadlıqların demək olar ki, mövcud olmadığı bu sistemdə vətəndaşın gündəlik həyatı qanunlarla deyil, ideoloji çərçivələrlə tənzimlənir. Uzun illərdir davam edən ağır beynəlxalq sanksiyalara, iqtisadi izolyasiya və xarici dünya ilə əlaqələrin minimuma endirilməsinə baxmayaraq, Şimali Koreya dövlət kimi mövcudluğunu qoruyub saxlayır. Ölkədə iri infrastruktur layihələri həyata keçirilir, nüvə və balistik raket proqramları inkişaf etdirilir, kosmik texnologiyalar sahəsində addımlar atılır. Bu reallıq əsas sualı gündəmə gətirir. Dərin iqtisadi təcrid şəraitində belə bir sistem hansı maliyyə mexanizmləri hesabına fəaliyyət göstərir? Bu sualın cavabı Pxenyanda fəaliyyət göstərən və rəsmi dövlət strukturlarında adı açıq şəkildə çəkilməyən xüsusi bir mərkəzdə cəmlənir. Otaq 39 kimi tanınan bu qurum 1970-ci illərin sonlarında Kim Chen İnin təşəbbüsü ilə yaradılıb. Strukturun əsas funksiyası Kim ailəsinin hakimiyyətini təmin etmək üçün xarici valyuta axınını təşkil etmək və beynəlxalq sanksiyaların təsirini minimuma endirməkdir. Kəşfiyyat mənbələrinin məlumatlarına görə, Otaq 39 Şimali Koreyanın qeyri-rəsmi iqtisadiyyatının mərkəzi sinir sistemi rolunu oynayır. Qurum 10 illiklər ərzində saxta pul istehsalı, narkotik maddələrin dövriyyəsi, silah və xammal qaçaqmalçılığı, həmçinin çirkli pulların yuyulması kimi fəaliyyətlər vasitəsilə rejimə maliyyə resursları təmin edib. Əldə olunan vəsaitlər sosial refaha deyil, əsasən hərbi proqramlara və hakim elitanın təminatına yönəldilir. Şimali Koreyada dövlət nəzarəti təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Vətəndaşın şəxsi həyatına qədər nüfuz edir. Geyim tərzi, saç düzümü, oxunan ədəbiyyat və izlənilən audio-vizual materiallar ciddi şəkildə tənzimlənir. Ölkəyə daxil olan xarici vətəndaşların hərəkət marşrutları və ünsiyyət imkanları əvvəlcədən müəyyən edilmiş qaydalarla məhdudlaşdırılır. Mövcud qadağalar sisteminin əsas elementləri bunlardır. Qlobal internet şəbəkəsinə çıxış yoxdur. Yalnız dövlət tərəfindən nəzarət edilən daxili informasiya sistemi fəaliyyət göstərir. Xarici mədəni məhsullarının istifadəsi ağır cinayət hesab olunur və ciddi cəzalarla nəticələnə bilər. Saç düzümü və geyim forması dövlət tərəfindən təsdiqlənmiş məhdud seçimlərlə müəyyən edilir. Hakim ideologiyaya qarşı ən kiçik etiraz cəhdi kollektiv məsuliyyət prinsipi əsasında ailə üzvlərinə də şamil edilir. Şimali Koreya uzun illərdir beynəlxalq silah qaçaqmalçılığı şəbəkələrində fəal iştirak edir. Soyuq müharibə dövründən formalaşan bu praktika 1980-ci illərdə İran-İraq müharibəsi zamanı daha da genişlənib. Rəsmi qadağalara baxmayaraq, rejim müxtəlif regionlarda yaradılmış paravan şirkətlər vasitəsilə silah ixracını davam etdirib. Beynəlxalq hesabatlarda bu fəaliyyətin miqyasına dair konkret faktlar yer alır. 2009-cu ildə Taylandda mülki yük adı altında daşınan böyük həcmli silah partiyasının ələ keçirilməsi və son illərdə Rusiya-Ukrayna müharibəsi fonunda Şimali Koreya mənşəli hərbi yüklərin daşınması barədə məlumatlar bu sistemli fəaliyyətin göstəricisidir. Nüvə silahları Şimali Koreya üçün yalnız təhlükəsizlik konsepsiyasının elementi deyil,
eyni zamanda siyasi təzyiq və danışıqlar alətidir. Uzaq mənzilli ballistik raket imkanları rejimin beynəlxalq münasibətlərdə mövqeyini möhkəmləndirməyə xidmət edir. Bu proqramın maliyyələşdirilməsində qeyri-qanuni narkotik istehsalı mühüm rol oynayır. Dövlət nəzarətində həyata keçirilən bu fəaliyyət 1970-ci illərdə kənd təsərrüfatı plantansiyalarından başlayaraq sonradan yüksək texnoloji laboratoriya istehsalına keçib. Əldə olunan gəlirlər birbaşa strateji hərbi layihələrə yönəldilir. Şimali Koreya informasiya texnologiyalarından asimmetrik mübarizə vasitəsi kimi istifadə edir. Dövlət tərəfindən dəstəklənən haker qrupları beynəlxalq maliyyə sistemlərinə və kriptovalyuta platformalarına hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində əldə edilən vəsaitlər sanksiyalardan yayınmaq üçün alternativ maliyyə mənbəyi rolunu oynayır. Eyni zamanda yüksək keyfiyyətli saxta ABŞ dolları əskinazlarının istehsalı uzun müddətdir ki, rejimin qeyri-rəsmi maliyyə strategiyasının tərkib hissəsidir. Minlərlə Şimali Koreya vətəndaşı müxtəlif ölkələrə əmək fəaliyyəti adı altında göndərilir. Bu şəxslər ciddi nəzarət altında saxlanılır. Əmək haqlarının böyük hissəsi isə dövlət strukturları tərəfindən tutulur. Beynəlxalq təşkilatlar bu praktikanı müasir dövrdə asılı əmək və insan hüquqlarının pozulması nümunəsi kimi qiymətləndirir. Qeyri-qanuni gəlirlərin leqallaşdırılması əsasən Asiya regionundakı maliyyə mərkəzlərində yaradılmış paravan strukturlar vasitəsilə həyata keçirilir. Bu prosesdə bəzi regional güclərin siyasi və iqtisadi mövqeyi rejimin sanksiyalar qarşısında dayanıqlığını artırır. Şimali Koreya nümunəsi göstərir ki, qapalı və avtoritar rejimlər beynəlxalq sistemdəki boşluqlardan istifadə edərək uzun müddətli davamlılıq yarada bilirlər. Lakin bu davamlılığın əsas yükü cəmiyyətin üzərinə düşür. Sosial rifahdan məhrum, informasiya blokadası altında yaşayan milyonlarla insan bu sistemin görünməyən qurbanlarıdır. Bu reallıq təkcə bir ölkənin daxili problemi deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi etik və siyasi suallar doğuran bir vəziyyətdir.